bizdə limit x1-ə yaxınlaşanda x kvadrat çıx 4x üstə gəl 3, x kvadrat çıx 3x üstə gəl 2 limitinin qiymətini soruşur. Əvvəlcə biz x-in yerinə 1 qoyaq, görək nə alınır. Limit x yaxınlaşır 1-ə. Sürətli x-in yerinə 1 qoyanda 1-in kvadratı çıx 4 vur 1 üstə gəl 3. Məxrəcdə 1-in kvadratı çıx 3 vur 1 üstə gəl 2. Burada sürətdə də 0, məxrəcdə də 0 qeyri-müəyyənlik halı yaranır. Onda biz sürət və məxrəci sadələşdirək. Limit x yaxınlaşır 1-ə. Sürətdəki ifadəni vuruqlara ayırsaq, vuruqları eləyir x çıxılsın 3, x çıxılsın 1. Məxrəcdəki ifadəni vuruqlara ayırsaq, x çıx 1, x çıxılsın 2 edir. X çıx 1-lər buradan ixtisara getdi. Qaldı limit x yaxınlaşır 1-ə, x çıxılsın 3, x çıxılsın 2. Bu da bərabərdir. X-ların yerinə 1 qoysaq, sürətdə 1 çıx 3, məxrəcdə 1 çıx 2. Bu da eləyir, -2 bölünsün -1, mənfilər gedir qalır 2.